Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Bu dəfəki qonağım, həmkarım Royal Abgezalovdur. Onunla çox maraqlı, hamımızın narahat olduğumuz bir məsələdən, mənəvi dəyərlərin aşınmasından, eyni zamanda mentalitetimizin sürətlə aşınmaya məruz qalmasından, çorçalmasından danışacağıq. Royal, sən xoş gördük. Xoş gördük, Tural. Bax, bu illər ərzində, son əsasən 4-5 ilə götürəndə Azərbaycanda, xüsusən də gənclər arasında bizim gördüyümüz, 90-cılar nəslinin gördüyü o mənəvi dəyərlər, təlim, tərbiyə, böyüyə, kiçiyə hörmət, sayğı demək olar ki, sürətlə aşınmaya məruz qalır, hətta çox pis vəziyyətə, acınacaqlı duruma gəlib çıxıb. Yəqin ki, bugünkü verilişimizdə bunları biz faktlarla danışacağıq, gördüklərimiz hər gün cəmiyyətin içərisindəyik və hər gün rastlaşdığımız hadisələrlə onları açıq, aydın formada sizlərə təqdim etməyə səy göstərəcəyik. Royal, əvvəla səndən başlayaq, fikirlərini de. Məsələn, gündəlik olaraq metroda, avtobusda, yolda gedərkən, hətta çəkilişlərdə olarkən sən bizdən fərqli olaraq dörd gözlə baxırsan. Həm öz gözü ilə, həm kameranın gözü ilə. Nələri deyə bilərsən? Mən onu deyim ki, Tural, yəni düz deyirsən, bizim dövrümüzdə bu şeyləri heç inansan bizə bəlkə də valideynlərimiz 30-luq qarşılarında bircə deməyirlər ki, məsəl üçün, yəni böyük gələndə yol ver, oturmağa, durmağa fikir ver, bir yeri bil də, yəni biz görmüşük böyüklərdən açığı. Bəlkə də bu yaşadığımız mühitdən asılıdır, görmüşük, götürmüşük. Özümüzdə o yazılmayan qanunlarla beynimizə zəbt eləmişik və elə də həyatımızı yaşamağa çalışırıq. İstəsəm qarşıdan bir kimsə gələndə tez qaçmışıq qabağına, yükünü əlindən almışıq, yaşlısı var, qocası var, cavanı var, uşaqlısı var. Həm birinin uşağı var, kaliskasına lekanlar düşürməyinə kömək eləmişik. Yəni, onun sözü də qüvvət onu demək istəyəm ki, əslində bugün, məsəl üçün, bir şeylə rastlaşdım, mənə çox təsir elədi. Onu indi təsvir edəcəm sizə. Mən hər gün qatarla gedib gəlirəm və adam çox olur, düzdür. İndi başa düşürəm ki, hamı da yorğun olur, oturmaq istəyir. İndi bir yaşlısı var, qocası var, cavanı var, çox işləyəni var. Amma belə bir şeylər var ki, əgər hər bir insanın qəlbində bir insaf, mərhəmət hissi var da, bugün onu hiss edirəm ki, bizdə mərhəmət hissi demək olar ki, yoxa çıxıb, yoxdur. Nə baxımdan? Hamı oturub, gənclər, qızlar, oğlanlar oturub, cavanın yaşları da az deyə, universitet tələbələri olar, 18, 20, bu aralıqda 25 olar. Müşahidə edirəm, baxıram ki, indi qatar getdiyi stansiyalarda adamlar başlayır dolmağa və elə güclü də sıxlıq yox idi. Var idi, amma həmişə kimi sıxlıq da yox idi, amma hamı oturmuşdu, ayaq üstə duranlar var idi. Sadəcə 2 yaşlı adam var idi. Siz onu görsəydiniz, yəni bunu deməklə bəlkə yox, görməklə daha adama pis təsir edərdi. Bir kişidir, durub ayağı üstə, 2 əli ilə o qatarın başında əl tutan yeri var. 2 əli ilə belə tutub dayanır. Beləsinə tutub. Mən bir ağsaqqala baxıram, bir yanında ətrafında olan insanlara baxıram. Mən də oturmamışam, ayaq üstəyəm. Yer olsa çox məmnuniyyətlə verərdim. Nəysə belə, sonra söndüm, mənim arxa tərəfimdə bir nəfər də oturub dayanmışdı. O ondan da yaşlı adam idi. Mən dediyim o kişi hardasa 70 olardı, bu birisi bəlkə də 75 olardı. Saçı yox idi, saqqalı verirdi, belə nurani bir insan idi əslində. Baxıram ki, qulağında ağrı eşidən, daxı namışdı kimi qoyurlar ki, daha yaxşı etsin. Yəni, çox yaşlı, ayaq üstə demək olan güclə durub, amma onu ayaq üstə saxlayan nə idi? Heç kimə ağız atmaması və daxilində olan iradəsidir. İnsan zəif olanda, insan içində iradə olur. İradə onun nə qədər zəif olsan da, onu içərdən dəmir kimi saxlayır da. Mən də baxıram, heç kim durmur, əsəbimdən içimdə o qədər hisslər keçirdirdim ki, axır nəsə bir 2 stansiya keçəndən sonra bir xanım düşdü, o da yaşlı son idi, düşdü, gördüm bir cavan xanım oturmaq istəyir də, tez keçdim qabağına, dedim ki, dayı, o 2 əllə belə tutan da, o çox yaşlı deyil, yaşlıdır amma bu birisindən baxanda çox yaşlı deyil də. Dedim ki, dayı, xahiş eləm gəlin əyləşin burada. O qədər istəyirdim ki, biraz emosional səsləndi bəlkə də. Hiss edirəm ki, ətrafda olan insanların diqqətini çəkdim. O da ki, yox, oturmuram. Bəlkə də utandığından oturmadı, o kişi oturmaq istəyərdi. Ondan sonra o birisi kişi məndən dayı xeyli biraz aralıydı da, onun da yanında bir oğlan vardı. Söndüm, buradan qışqırdım ki, o ağsaqqala deyin, gəlsin əyləşsin.
O da elə eşitdik, gəldi. Hə, dedim gəl əyləş də. Oturdu, mənə çox sağ ol dedi. Sonra da bir cavan oğlan var idi. Cavan yəni mənlə yaş olardı. Bəlkə 1-2 yaş böyük olardı. O da mənə qırağındı ki, çox sağ ol qardaş. Yəni gördüm ki, mən yaşlı olan adamla eyni hissi yəni yaşayırlar da. Eyni ictimai tərbiyəni almışıq da biz. Hə, ayısı yəni, valideynlər, eyni dövrün valideynləri olub, eyni dövrün ona görə insanları olub. yəni çox pis oldum. Mən dəhşət pis oldum. Yəni hisslərimi bilən necə ifadə edeyim ki, yəni bax beləcə olmaz da. İndi bu adam görürsən ki, yaşlıdır, nuranidir, adamdır. Bunu durub yer vermək lazımdır da. Yəni göz görə adam, yəni mən nə bilim insafsızlıq deyirəm ən azından, mərhəmətsiz deyirəm. İndi başa düşürəm ki, indi heç olmasa bir 50 yaşında olsa, 60 yaşında deyəsən ki, indi durma qabiliyyəti var da. Amma bu kişi konkret görsən ki, bu iki insan da bunun heç durmağa şeyləri yoxdur da, yəni halı taqəti yoxdur da. İndi bəlkə yıxılacaq özündən gedəcək. Dur otursun da bir iki stansiya dur da ayaq üstə. Mən elə hər gün gələndə ayaq üstə gedirəm açığı. Bu yerdə ölmürəm, yəni mən də yorğun olmam. Dəhşət, yəni hamı işdən çıxır, hamını başa düşürəm, amma elə pik nöqtələr var ki, o şey adamı necə deyir, çox təsir edir. Düzdür. Xahiş edirəm buradan baxan o insanlar, gənclər, yəni bu nəzərə alın, xahiş edirəm sizdən ki, yəni, çox vacibdir bu. Bu yerdə tamaşaçılara özümü tuturam ki, sizin bu barədə fikirləriniz, bizlə razısınız, razı deyilsiniz, elə videonun şərh bölməsində yaza bilərsiniz, videonun altında təbii ki. Və tamaşaçılar üçün deyim ki, Royal bəy Sumqayıtdan, mən isə Masazırdan, yəni Xırdalandan qatarla hər gün demək olar ki, qatardan istifadə edərək işə gəlirik. Və bu tendensiya tək Sumqayıt Xırdalan qatarlarında baş vermir. Bakının mərkəzindəki metro stansiyalarında da vəziyyət belədir, avtobuslarda da belədir, fərqi yoxdur. Yəni nəyə görə dedim? Yəni fikrimizdən hər hansı bir bölgəyə aid bir nüans tendensiya sezilməsin ki, məsələn, tutalım Sumqayıtdan gələnlər belədir və yaxud da Masazırdan gələnlər belədir. Xeyr, Bakının paytaxtın demək olar ki, hər yerində. Sən bir tendensiyanı da qeyd edeyim. Bir də üzrə o qeyd edeyim ki, bəlkə burada səhv anlaşılır. Yəni bu mən qatar dediyim qatar, indi Bakı Xırdalan qatarı, Sumqayıt qatarı təmirə bağlandı, yəni biz o bir qatarla gəldik, adam da çox olur. İndi baxanlar biləcək Pirşağı Sumqayıt qatarıdır da. Burada baş vermişdi. Dedim ki, bir diqqətə çatdırım ki, bəlkə indi səhv anlaşılmazdır olmasın da. Təbii. Və çox acınacaqlı durumdur həqiqətən də. Bir nüansı qeyd edeyim, bayaq da onu deməyə çalışırdım. Həmin insanlar, bilirsiniz də, hal-hazırda Bakıda əsas işçi qüvvəsi rayondan gələn insanlar, Azərbaycan müxtəlif rayonundan, Naxçıvandan, Qərbi Azərbaycandan buradan məskunlaşmış insanlar müxtəlif rayonlarımızda, Şəmkir, Toz, Qazax, həm Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara və s. Mərkəz Aran, bütün Qarabağ, bütün bölgələrdən var. Söhbət ondan getmir. Bilirsiniz, bax, Bakıda insanlar vəhşiləşir. Amma həmin insanların yeni il ərəfəsində, Novruz bayramı ərəfəsində həmin qatarlarda necə mülayim olduğunu, necə həmin gənclərin necə insansevər olduğunu görürsən və çaşıb qalırsan ki, bu gənclik, o gənclik idimi? Yəni Novruz bayramı və yaxud da yeni il ərəfəsində baş verir ki, bunlarda insanlıq halı, o belə deyək də, o mənəvi aşınma, degradasiya yenidən bərpa olunur, regenerasiya olur. Nə baş verir? Və bir nüansı da qeyd edeyim. Deməli, mən nəyə fikir verirəm? Məsələn, oturub cavan gənclər, xüsusən də Z qurşağı dediyimiz nəsil və tələbələr, 18-20 yaşlı tələbələr görür ki, hamilə qadın gəlir, uşaq gəlir, tez kitabı açır qabağına və mənim yadıma məşhur bir kitab üçlü eşək məsələ düşür də, o məşhur bir əsərimiz də var, allegorik əsərimiz və sanki indiki universitetlər yəni cəmiyyətə sağlıqlı insan yox, kitab yüklü eşəklər hazırlayır. Düzdür. Yəni təbii ki, hamıya aid olmuş, hamil olunmur. Əksəriyyət, yəni mən metroda gördüklərimi deyirəm. Bir dəfə mən təxminən neçə il olar, 16-17 ildir metrodan istifadə edirəm. İndi onun ilk 7 ilini çıxıram öz gəncliyimə. Son 8-10 ildə doğrusu mən hər hansısa bir tələbənin qalxıb kiməsə yer verdiyini görməmişəm. 8-ci, 9-cu sinif uşaqları artıq bu ayaq üstə dura bilər, yəni 3-4 yaşı yoxdur bunun. Qalxıb 3-4 yaşında özündən sonra gələn nəslə yer vermirsə, 20 sonra, 30 il sonra bu nəsillər arasında kəskin bağ qopuqluğu olacaq.
toqquşmanı qoyuram da. Ben onu demək istəyirəm ki, yəni bu gün sən əgər kiməsə yol vermirsən, bəlkə sənə də yer verməyəcək. Bəli, bəli. Bu gün kiməsə kömək etmirsənsə, yaxşılıq etmirsənsə, bu diqqətdir, bu biznesə bu hörmətdir, bu yaxşı bir şeydir, bu bizə məxsusdur. Biz bunu itirməyək. Bir dənə nüansı qeyd etmək istəyirəm ki, əvvəl bu qatarlarda hər vaqonda bir o bələdçi olurdu da. İndi elə hamısı yığışdırıblar. O boyda qatara bir dənə bələdçi verirlər. Bu da düzgün deyil. Yəni düşünürəm ki, bələdçi olsa bəlkə o insanlara baxar, və yaxud o yerlər olar ki, məsələn, znak kimi yapışdılar ki, bu sırf bir-iki nəfər, necə ki, əlillər üçün xüsusi yer var, necə ki, şeydir, yaşlı adamlar üçün, hamilə xanımlar üçün yer var da, məsəl üçün. O znakları qoya bəlkə bu bələdçilər yerləşdirək ki, bu çox aşırı yaşlı adamları yerləşdirsin, otursunlar da. İndi desən ki, dur zəhmət olmasa bura filan kəsin yeridir, burada o əyləşməlidir. Bəli, təlimatlarda da var. Bu olmalıdır məncə. İndi bilmirəm bu niyə ixtisaslaşdırdılar ki, o bələdçilər demək olar ki, yoxa çıxıb yoxdular. O günlərdə birinin ürəyi getdi, zəng gələdilər oradan ki, xahiş elə yaxınlaşın, təcili yardım. O da daha gəlincə elə adam özü bilməm, deyəsən özü ayıldı. 2 dəfə ayıldı. Bir dəfə yox, 2 dəfə ayıldı o şey. Yəni bunu nəzərə almalıdır bu qatarı. Yəni o kim baxırsan indi. Amma baxırsan ki, mütəmadi olaraq Tarif Şurası qiymət qaldırır ki, bəs keyfiyyət yaxşılaşdırılır. Yəni keyfiyyət yaxşılaşdırılırsa, gediş-gəlişdə bu istər ictimai nəqliyyatda, amma bu kimi Real bəyin dediyi tendensiyalar, nüanslara da xüsusi diqqət yetirilməlidir. Və bir nüansı qeyd eləmək istəyirəm, yenə yadıma düşdü. Deməli, təxminən bir ilin söhbətidir. Övladım bağçadan götürüb 28-ə gəlirdim və oradan o zaman elmlərdə yaşayırdım mən, Elm Akademiyasında. Səhv eləmirəmsə 14 nömrə idi. 14 nömrəli avtobusdan biz getməliydik elmlərə, Əbdurrahim bəy Haqverdiyev küçəsinə və biri doldu, ona çata bilmədik, getdi. Növbəti gələndə ön sırada durmuşam, uşaqda boynuma mindirmişəm, əlimdə də sumka var ki, çanta var da, hər ikisini rahat saxlaya bilim. Həm uşağı tutum boynumda, həm də ki, çanta biraz ağır idi. Və səhv eləmirəmsə 2 çanta var idi, biri mənim, biri uşağın çantası. Bir kişi tələdi məni belə, o kartı vurmaq istəyən yerdə ayağım büdrədi, az qaldır yıxılam. Ya Allah saxladı da, deyirəm ki, ağsaqqal nə olub, nə məsələdir? Qayıdır deyir ki, oturmaq istəyirəm da burada. Deyirəm ki, oturmağına oturun. Mənə əzib keçməyəsən ki. Mən cəhənnəm, uşağın hara şey. Deyir, uşağın avtobusda nə işi var? Bekar. Bu argument deyil. Hamı az qaldı üzünə tüpürsün ki, sən 60-70 yaşın var, bu nə deyirsən, nə danışırsan sən. Bir bu uşaq oldu. Yəni sözümüz nədir? Bəzən cəmiyyətdə qəribə bir o keymə gedir deyim, nə gedir deyim. Tək gənclərdə də öyle, yaşlılarda da bəzən bu cür hallarla üzləşir, amma az olur da. Bəli, biz necə Tural? Hər kəs öz pəncərəsindən baxır, özünü haqlı görməyə çalışır. Bildiyin necə? Bax, nə? Bəlkə də onun burada bir təsiridir. nüansı xüsusi diqqət, belə deyək də, bir nüansa xüsusi diqqət cəlb etmək istəyirəm. Məncə tərbiyə fərdi olmamalıdır, ailədən gəlməməlidir, tərbiyə ictimai olmalıdır. Ümumi qaydalar sərt olmalıdır. İctimai tərbiyə olan yerdə, məsələn, Sovet dövründə və digər müəyyən o dövrki cəmiyyətlərdə ictimai tərbiyələr olduğuna görə cəmiyyətdə cinayət halları da az idi. Hər kəsin bir-birinə hörməti də var idi. Üstəlik hər kəs rəngdə geyinirdi və xoşbəxt idi. İndi kapitalist cəmiyyətidir. Biz ümumiyyətlə keçid dövrü uşaqları hələ də kapitalist cəmiyyətinə uyğunlaşa bilmirik də. Biz Sovetlər dövrünün tərbiyəsi ilə indiki müasir dövrün o gələnəkləri arasında qarışığıyıq. Bəli, o da var, müasirlik də var canımızda və keçmişə sayğı dəyər də var. Və bu baxımdan hesab edirəm ki, ümumiyyətlə tək Azərbaycanda yox, bütün ölkələrdə tərbiyə sistemi ictimai olmalıdır. Baxın, milyon dənə insan varsa, milyon baxış var sənin sözünə qüvvət. Savadlısı var, savadsızı var, nə bilim. Yox, tək savadlı savadsızlıqdan getmir. İnsana ümumiyyətlə öz şəxsiyyətinə dəyər verən var, dəyər verməyən var və bu qarşılıq yaradır və xaotik duruma gətirib çıxarır. Məsələn, ara uşağı deyir ki, kim ki, ağsaqqal da gəlsə ayağı qalma. O bir deyir ki, bala, ağsaqqal gələndə ayağı qalq. Biri qalxır, biri qalxmır. Və o çoxluq var ki, qalxmayanlar. O qalxanlara belə, üzr istəyirəm ifadəmə görə, lox kimi baxırlar. Nə bilim, belə başdan xarab kimi baxırlar ki, bu hansı dövrdə, hansı əyyamda qalır. Və düşünəndə ki, sən evdə tamam fərqli tərbiyə verirsən və sənin tərbiyə verdiyin övlad sabah o çoxluğun, o dırnaqarası tərbiyə almış, o tərbiyə də deyil, tərbiyəsizlik almış o müəyyən kəsimlə üz-üzə gələcək və onlar mənəvi toqquşmalarla qarşı-qarşıya qalacaqlar.
az qalırsan ki, nə bilim, yaşadığın ərazinin arealı dəyişirsən. Və hərdən mənə elə gəlir ki, mən elə biraz, nə bilim, maddi durum yaxşı olsaydı, mən köçüb hansısa bir dağ kəndində gəlib yaşayardım. Çünki orada rayon insanlarında müəyyən saflıqlar hələ də var. Amma mən bir şey qeyd edeyim ki, yəqin video biraz uzun oldu, üzr istəyirəm. Bəlkə də biz özümüz məsəl üçün birinə bir yaxşılıq etdiksə, tutaq ki, həmin adam sənə sağ ol deyəndə, bu mənim öz fikrimdir, yəni ağlıma gəlir, ideya baxımından. Sənə sağ ol deyirsə, sən dinən ki ona, mənə sağ ol demə. Sən də növbəti başqa bir adama yaxşılıq et. O da ona elə ötürə getsə, bəlkə onda cəmiyyət bir orta, bir normal yolu tuta bilər. Yəni bir çıxış yolu kimi bir mənim fikrimdir. İndi hələ bir cür qəbul edə bilər. Təbii. Ümid edirəm ki, ən azından bizdə nə vaxtsa təhsil düzələr, təhsilin səviyyəsi, keyfiyyəti və bunlar öz yolunu tapar. Açığı, bax bu cür problemlər həm də təhsildən qaynaqlanır. Əgər evdə valideyn yaxşı tərbiyə verə bilmirsə, onu malalayan müəllimlər olmalıdır. Deməli, müəllimlərdə də problem var ki, vəziyyət indiki kimi az-can-uzaqlı durmaq gəlib çıxır. Belə hörmətli tamaşaçılar, sağ olun, salamat qalın. Sizin də bu məsələ ilə bağlı fikirləriniz varsa, bütün nəsillərə, yəni gənclərə, Z kuşağına, Y kuşağına, X, Y kuşaqlarının hamısına, eyni zamanda xüsusən də yaşlı nəsil nümayəndələrinə demək istəyirəm ki, videonun altında şərh bölməsində yazın. Hətta ağsaqqallara, ağbirçəklərimizə demək istəyirəm ki, dəyərli məsləhətlərinizi, tövsiyələrinizi elə bizim gənc tamaşaçılarımıza, hətta bizim özümüzə də verə bilərsiniz. Ondan çəkinməyin. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Sağ olun.